Deyir, mənim yaddaşım zəifdir, amma ki, istəyəndə yadımda saxlayıram. Yəni, bir mövzu mənə maraqlıdırsa, onu yaxşı yadda saxlayıram. Bilirsən nəyə görə belədir? Çünki o mövzuda onun üçün bir mənalı nəsə var. Ya mövzu mənalıdır, ya oradakı məlumatlar maraqlıdır hansısa formada. Bir ayrı misal gətirim. Deyək ki, hansısa bir tarixi hadisədir. Urartu hökmdarı harasa hücum edib. Burada Urartu sözü və həmin il, hansısa ildə hücum, ümumiyyətlə həmin bütün bu proses sənin üçün mənasızdır. Onun üçün sənin yadında qalmayıb. İndi də onu oxuyan şagirdlərin yadında qalmır. Əgər sən bunu mənalı hala çevirməsən, yadında da qalmayacaq. Elə götürək yarışdakı digər məlumatları. Məsələn, rəqəmləri. Deyək ki, 326.548. Burada nə 3, nə 2, nə 6, ümumiyyətlə bu rəqəmlərin heç birinin mənim üçün mənası yoxdur. Mən məcburam ki, bu rəqəmləri mənalı bir hala və ya şəklə çevirəm. Deyək ki, mənim üçün 326 Barış Mançodur. Ümumiyyətlə mən bu rəqəmi indi təsadüfən seçdim. Ona görə də gəldi Barış Mançoya düşdü. Yəni mənim üçün 326 rəqəmin normalda bir əhəmiyyəti yoxdur. Sadəcə onu elə kodlaşdırmışam ki, mənalı bir insana, mənalı bir fiqura çevrilib o mənim üçün. Deməli, yarışda 326-nı görəndə Barış Mançonu görürəm. Artıq bu məlumat mənim üçün mənalaşdı.